Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizinlə metodika üzrə sualların izahına baxırıq. Zəhmət olmasa, əgər bu izahlar sizə yararlıdırsa, videonu bəyənib və paylaşmağı unutmayın. Gəlin elə birinci sualdan vaxt itirmədən başlayaq. Murad potensialı yüksək şagirddir, amma keçirdiyi qızılca xəstəliyi onun dərslərindən geri saldı. Bir neçə həftə dərsə gəlmədiyinə görə riyaziyyatdan keçirilən mövzularla bağlı heç nə anlamadığını, sinif və ev tapşırıqlarını tək başına edə bilməyəcəyini gördü. Murad məyus oldu və bu hal onun təlimdən uzaqlaşmasına səbəb oldu. Müəllim bu məsələdən agahdır. Situasiya ilə bağlı hansı fikir doğrudur? Son illər bilirsiniz ki, metodika üzrə verilmiş sualların bir çoxu oxuyub anlamayla bağlıdır. Əziz müəllimlər, siz metodikada suallara, ümumiyyətlə bu tipli situasiyalara düzgün cavab tapmaq istəyirsinizsə, birinci sualın mahiyyətini anlayın. Deməli, biz sualda gördük ki, şagird xəstələnib, dərsə gəlmədiyinə görə də mövzularla bağlı bəzi məqamları başa düşməyib, ona görə də nə sinif, nə də ev tapşırıqlarını tək başına yerinə yetirə bilmir. Məyus olur, təlimdən uzaqlaşır. Müəllim də bu haldan agahdır. İndi baxaq variantlara. Hansı fikir doğrudur? Şagirdin yüksək potensialını nəzərə alıb, müəllim onun uğursuzluğunu görməzdən gələ bilər. Bəzi hallarda biz şagirdin yüksək potensialını nəzərə alıb, bəzi davranışları görməzdən gələ bilərik. Amma bu bizim problemimizin həlli deyil. Yəni, müəllim şagirdin hər hansı bir məsələdə anlamadığı mövzular var, onun təlimdən uzaqlaşmasına göz yuma bilməz. Problemi aradan qaldırmalıdır. A variantı səhvdir. Şagirdin psixoloji vəziyyətinə laqeyd yanaşmaqla müəllim inkişafyönümlülük pedaqoji tələbini pozmuş olur. Burada müəllim inkişafyönümlülük tələbindən daha çox dəstəkləyici mühit və fəaliyyətin stimullaşdırılması tələbini pozmuş olur. Çünki müəllim fasilitator olmalıdır, şagirdə istiqamət verməlidir, ona yön göstərməlidir və o ruh düşkünlüyü və yaxud da qapalı düşüncə tərzinə keçdiyinə görə bir dəstəkləyici mühiti də müəllim onun üçün formalaşdırmalıdır. Müəllim Murada geri qaldığı mövzulara təkrar baxmasını, onun potensialının bu mövzuları qavramasına uyğun olduğunu bildirərək effektiv əks əlaqə qura bilər. Əslində C variantında olan cümləmizin sonu doğrudur. Bəli, müəllim Muradla effektiv əks əlaqə qurmalıydı. Amma mövzulara təkrar bax, sənin potensialın buna yetəcək demək doğru yanaşma deyil. Çünki şagird bu mövzularda iştirak etmir və şagird iştirak etmədiyi mövzularla nə qədər də dərsə baxsa, ona fasilitator olmasa, o başa düşməyəcək yeni mövzuları. Burada yaxşı olardı ki, müəllim ya əlavə bir dərs təşkil edərdi və yaxud da ki, şagirdlə danışıb problemin həlli yollarını araşdırardı və ona effektiv əks əlaqə və yaxud da düzgün fasilitatorluq etmək üçün yön göstərərdi. D variantına baxaq. Anlamadığı mövzularla bağlı şagirdə uyğun fərdi plan hazırlaya bilərəm və dərsdə aktiv iştiraka təşviq edən vəzifələr verə bilərəm. Bəli, bizim D variantımız doğrudur. Nəyə görə doğrudur? Müəllim şagirdə uyğun fərdi plan hazırlayır. Bu nə deməkdir? Yəni, şagird hansı mövzularda çətinlik çəkirsə, onun planını hazırlayaram və artıq şagirdin belə deyək, o həmin mövzularla bağlı problemlərini aradan qaldıraram. Üstəlik də dərsdə də daha çox onu həvəsləndirmək üçün, aktiv iştirak üçün ona müəyyən vəzifələr verə bilərəm. Muradın özünü uğursuz hiss etməməsi üçün bir müddət ona sadə tapşırıqlar verməliyəm. Əslində, ola bilər müəllim şagirdin potensialına uyğun, ona müəyyən dərəcədə aşağı təfəkkür səviyyəsinə aid olan tapşırıqlar versin. Amma bu bizim situasiyamıza aid deyil. Yəni, bizim situasiyamızda şagird potensiallıdır, ancaq dərsə gələ bilmədiyinə görə o, belə deyək də, dərsdən yayınır. İkinci sualımıza baxaq. Birinci hökm. Əli və Nino romanında Nino obrazı ailə dəyərlərinə sadiq, lakin qərb təhsili almış müasir düşüncəli qadındır. İkinci hökm. Səfirlər əsərində Kazetta obrazı dövrünün çətinlikləri fonunda həm mənəvi, həm də ailə dəyərlərinə bağlı bir qadın kimi təqdim olunur. Birinci, biz başqa mətndən, başqa romandan danışdıq və ikinci də başqa bir əsərdən danışdıq. Bir-biri ilə əlaqəsi olmayan iki hökm. Gəlin görək hansı qənaətə gəlirik. Müxtəlif dövrlərə və cəmiyyətlərə aid ədəbi nümunələrdə qadın obrazları yalnız məişət içində yox, eyni zamanda ictimai və psixoloji dəyişikliklərin daşıyıcısı kimi də təqdim olunur.
Bizim bu iki hökmümüzə görə, iki hökmdə gördüyümüz qadın obrazlarına görə biz özümüz üçün bir qayda çıxartdıq. Ona görə də müəllimlər bu induktiv düşüncəyə aiddir. D variantı. Davam edirik, üçüncü sualımıza baxırıq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Gəlin baxaq. Birinci dərsə tez-tez gecikən şagirddən müəllim bunun səbəbini soruşduqda şagird çox yorulduğunu və yuxudan ayıla bilmədiyini deyir. Müəllim bunu həm şagirdlə, həm valideynlə müzakirə edir. Bunun hansı ehtiyacdan yarandığını müəyyən edir və onun daha yaxşı seçim etməsinə kömək edə bilir. Stimula cavab nəzəriyyəsi yanlış, burada doğru yazılıb. Deməli, bu uyğunsuzdur. A variantı hansı nəzəriyyəyə aiddir? William Glasser nəzəriyyəsi seçim nəzəriyyəsinə aiddir. Şagirdin sağ qalma ehtiyacı ödənməyib burada. Sinifdə nümunəvi davranış göstərdiyinə görə müəllim şagirdi təbrik edir. Bəli, bu operan şərtlənmə nəzəriyyəsinə aiddir. Hər hansı bir müsbət davranışa görə şagirdə mükafat vermək və yaxud da mənfi davranışa görə şagirdə cəza verməsini irəli sürürdü. Bu doğrudur, bu yanlış. Gördünüz, burada da uyğunsuzluq var. Mədəni müəllim şagirdlərə riyaziyyatdan tapşırıqların hər birinin düz yazacaqları təqdirdə onlara dərsdən sonra maraqlı fəaliyyət verəcəyini bildirir. Əziz müəllimlər, bu Thorndike nəzəriyyəsinə aiddir. Əvvəlcədən stimulumu onlara ötürürəm ki, nəticələri daha yaxşı olsun. Ona görə də bizim elə doğru variantımız C variantıdır. Çünki burada seçim nəzəriyyəsi yazılıb yanlışdır. Elə qabağında da yanlış yazılıb. Dərsə hazırlıqsız gələn şagirdin necə vəziyyətdən çıxması digər şagirdlərin marağına səbəb olacaq. Əziz müəllimlər, baxın, dərsə hazırlıqsız gələn şagirdin necə vəziyyətdən çıxması digər şagirdlərin marağına səbəb olacaq. Bu, sosial öyrənmə nəzəriyyəsinə aiddir, yəni Bandura, sosial inkişaf nəzəriyyəsinə yox, Vygotsky nəzəriyyəsinə yox. Bandurada deyilirdi ki, şagirdlər digər şagirdlərin hərəkətlərini müşahidə edə bilər və o hərəkətləri öz davranışları üçün bir stimul kimi dəyərləndirə bilərlər. Y variantına baxaq. Müəllim dərsi pozan şagirdi cəzalandırmaq əvəzinə bu davranışın səbəbini öyrənməyə çalışır. Bəli, bu sosial intizam modelinə aiddir. Mükafat və cəzanı rədd edirdi. Amma burada doğrudur, bu isə yanlışdır. Y variantı da ona görə olmur. Davam edirik. Dördüncü sualımız iş üsulları ilə bağlıdır və iş üsulları həm MİQ, həm də sertifikasiya müəllimlərinin qarşısına mütləq şəkildə bir sual çıxır bu mövzudan. Ona görə də iş üsullarını mən məsləhət görərdim ki, daha gözəl öyrənmək üçün birinci, onların şagirddə formalaşdırdığı hansı bacarıqlar var və yaxud da oxşar bacarıqlar hansı iş üsullarındadır, iş üsullarını necə həyata keçirmək lazımdır, buna diqqət edəsiniz. Gəlin baxaq, iki iş üsulu verilib, biz bunların həm oxşar, həm də özlərinə məxsus fərqli cəhətləri tapmalıyıq. Bloom kubuna baxaq, inandırma və təqdim etmə bacarığını formalaşdırmaq bu Bloom kubunda deyil. Məsələn, Bloom kubunda əsaslandırmaq var, meyara əsasən sual hazırlamaq var, amma inandırma, təqdim etmə bacarığı yoxdur. İnformasiyanı qəbul etmək və ötürmək bacarığı da yoxdur. Deməli, bu Bloom kubuna aid birinci hissədə heç bir şey yoxdur. Hər ikisinin ortaq cəhəti problem həll etmə, oxuyub anlama. Bəli, oxuyub anlama yox, amma problem həll etmə həm Bloom kubunda var, həm qərarlar ağacında. Qərarlar ağacı onsuz da bilirsiniz ki, ən səmərəli qərar vermə, problemin ən səmərəli üsulla həll edilməsidir. Bəs düşünərsiniz ki, nəyə görə problem həll etmə Bloom kubundadır? Bəs biz orada 6 mərhələyə uyğun suallar hazırlayırıq. Şagird əgər məsələni təhlil edirsə, yaradıcı yanaşma irəli sürürsə, təbii ki, onda problem həll etmə bacarığı da olacaq. Sual tərtib etmək qərarlar ağacında yoxdur, amma komanda işinə hörmət etmək qərarlar ağacında var. Deməli, Bloom kubuna aid heç bir şey yoxdur. Ortaq cəhət kimi 3-ü götürürük və qərarlar ağacında da 6-nı götürürük. Variantımız C variantı. Davam edirik. 5-ci sual. İsaməddin müəllim miqyas və məsafə hesablamaları mövzusunda təlim məqsədini reallaşdırır. Şagirdlər xəritə üzərində verilən miqyasdan istifadə edərək real məsafəni hesablamalıdırlar.
Müəllim şagirdlərə Azərbaycan xəritəsi üzərində öz turizm marşrutunu planlaşdırmağı, məsafələri hesablamaqla yanaşı gedəcəyi yerlərin tarixi və mədəni əhəmiyyətini araşdırmaq üçün planı yazılı və rəqəmsal şəkildə təqdim etməyi tapşırıq verir. İnteqrasiyanı istəyir bizdən. Əziz müəllimlər, belə inteqrasiyalarda diqqətli olun. Çünki bu inteqrasiyalarda hər bir söz sizin hansı variantı seçməyinizə, qərar verməyinizə səbəb olacaq. Əgər müəllim riyaziyyatdan miqyas və məsafə hesablamaları təlim məqsədini reallaşdırırsa, yəni burada biz riyaziyyatı görmüş oluruq. Üstəgəl müəllim coğrafiyada xəritədən istifadə etdi. İki fənnin inteqrasiyasını gördükmü müəllimlər? Daha sonra müəllim şagirdlərə bir plan hazırlamağı verir. Hansı ki bu planda şagirdlər gedəcəkləri yerlərin tarixi, mədəni əhəmiyyətini araşdıracaqlar. Biz burada fənüstü inteqrasiyanı gördük. Üstəlik tarixi, incəsənəti, hətta rəqəmsal şəkildə bunu təqdim edəcəklər. İnformatika fənnində gördük. Yəni burada fənlər arası və fənüstü inteqrasiyanı biz görürük. Fənlər arası və fənüstü inteqrasiya. Deməli, 5-də götürürük fənüstü və fənlər arası D variantını. Davam edirik. 6-cı suala baxaq. Aysel müəllim şagirdlərin mətnin oxunması ilə bağlı oxu təlimatı ilə tanış edir. Oxuduqları mətndə əsas və təsirli məqamları müəyyən etməyi izah edir. Şagirdlər mətndən əsas fikirləri qeyd edirlər. Müəllim sinifə mövzuya münasibət bildirmək üçün açıq suallar verir. Oxuyub anlamada əziyyət çəkən şagirdlər prosesdə iştirak edə bilmirlər. Şagirdlər öz fikirlərini ifadə edə bilməyəndə müəllim məyus olur və eyni halın dəfələrlə təkrarlaması ona xoş təsir bağışlamır. Dərsin sonunda müəllim müzakirəni ümumiləşdirərək yekunlaşdırır. Bizə deyir hansı fikir səhvdir. Yenə də eyni ilə bizim sualımız oxuyub anlamaya bağlıdır. Yəni mahiyyəti başa düşməliyik. Ondan sonra variantlarda səhv fikir tapmalıyıq. Aysel müəllim şagirdlərin çətinlik çəkdiklərini nəzərə alaraq dərsin sonunda onların fikirlərini bir daha nəzərdən keçirməli idi. Əslində müəllim şagirdlərin çətinlik çəkdiklərini nəzərə almalıdır. Amma dərsin sonunda bir daha onları dinləmək bu prosesin uğurlu addımı deyil. Ona görə də bizim elə səhv variantımız burada A variantıdır. Digər variantlara baxaq. Aysel müəllim şagirdləri düşünməyə təşviq edir, bəli edir. Çünki açıq suallarla onlara müraciət edir və bu əks nəticə verdiyində o qapalı düşüncə tərzinə keçir. Bəli, müəllimin məyus olması onun qapalı düşüncə tərzinə keçməsinin göstəricisidir. Çünki hər bir müəllim şagirdlərinin səhvlərini, necə uğurlarını dəstəkləyiriksə, onların səhvlərində də doğru yol tapması üçün onlara dəstək olmalıyıq. Aysel müəllim təlim prosesində inklüzivliyi nəzərə almadığına görə təlimi hər kəs üçün əlçatan etmir. Bəzi müəllimlər burada C variantını götürüblər. Bəli, biz inklüzivlikdə deməmişdikmi? İntellektual xüsusiyyətlərindən asılı olmayaraq şagirdlər üçün təlimi müəllim düzgün formada təşkil etməlidir. Oxuyub anlamada əgər bir uşaq əziyyət çəkirsə, demək ki, buna onun potensialı yetməyib deyə o əziyyət çəkir. Ona görə də C variantı doğrudur. Aysel müəllimin məqsədi şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmaq və yuxarı təfəkkür səviyyəsini inkişaf etdirməkdir. Bəli, doğrudur. Müəllimin məqsədi şagirdə açıq suallar verməklə, arqument gətirməklərini, əsaslandırmaqlarını istəməklə yuxarı təfəkkür səviyyəsini inkişaf etdirməkdir. Müəllim əvvəlki təcrübələrinə əsasən şagirdlərə mətni cütlərlə və ya qruplarla müzakirə etməyi və ya əsas fikirləri daha yaxşı anlamaları üçün vizual diaqramlarla təqdim edə bilərdi. Yəni, bəli, burada bir növ müəllim Vygotsky'nin scaffoldingindən istifadə edə bilərdi. Müəyyən oxuyub anlamada, dinləyib anlamada bir müddət problem çəkən uşaqlar var. Biz onları bəzən cüt, bəzən də qruplarla işə təşviq edirik. Yavaş-yavaş onları ayrı-ayrılıqda fərdi işlərə də cəlb edə bilərik. Amma A variantında verilən fikir doğru qərar olmadı. Davam edirik. 7. Müəllim dərs keçərkən iki şagird anidən mübahisə etməyə başlayır. Mübahisə getdikcə böyüyərək konfliktə çevrilir. Müəllim baş verənlər qarşısında özünü itirərək nə edəcəyini bilmir və şagirdlərin hər ikisini cəzalandırır. Sakitlik bərpa etdikdən sonra müəllim dərsinə davam edir. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? Anidən dərsdə mübahisə başlayır, mübahisə böyüyür, konfliktə çevrilir. Müəllim də bu prosesdə nə edəcəyini bilmir və hər iki şagirdi
cəzalandırır. Müəllim proaktiv yanaşma göstərir. Ümumiyyətlə, müəllimin özünü itirməsi reaktiv yanaşmadır. Elə A variantının üstündən xətt çəkirik. Müəllim bilir ki, sinif otağında əsas problem nizam-intizamdır. Ona görə düzgün qərar verib. Çünki dərsin sakitliyi hər şeydən önəmlidir. Bəli, nizam-intizam önəmlidir. Amma müəllim hər ikisini cəzalandırmaqla doğru qərar verməyir. Müəllim baş verənlərə ani reaksiya verir. Məsələyə emosional reaksiya göstərməsi münaqişənin dərhal sona çatmasına səbəb olar. Əziz müəllimlər, bəli, müəllim emosional reaksiya göstərir və baş verənlərə ani reaksiya verir. Amma münaqişə bu proseslə sona çatmaz. Yadda saxlayın. Yəni, əgər bir problem həll olunmuyubsa, necə o əməkdaşlıq proaktiv həllərdə Roskri nəzəriyyəsində öyrənirik, həll edilməmiş bir problem varsa, o yenidən alovlana bilər. Davam edirik. Müəllim problemin baş verməsinin qarşısını necə almağın lazım olduğunu bilmir və sinfin iştirakı ilə məsələni açıq müzakirəyə çıxartmalıdır. Bu da doğru bir addım deyil. Dərs 45 dəqiqədir və bir konfliktin mən almaq üçün, qarşısını almaq üçün başqa strategiyalar var. Onları, məsələn, müəyyən müddət sakitləşdirib dərsə davam edə bilərəm. Problemi dərsdən sonra həll edə bilərəm. Amma dərs saxlayıb müzakirə edə bilmərəm müəllimlər. Müəllimdə münasibətlərin idarə olunması bacarığı zəifdir, çünki o dərhal nizam-intizamın təmin olunmasını istəyir. Bəli, münasibətlərin idarə olunma bacarığı müəllimdə zəifdir. İdarəçiliyi bacarığı müəllimdə zəifdir. Y variantı doğru variantdır. 8. Dünya müəllim iqlim və okean axınları mövzusunu izah edərkən əvvəlcə dəniz və okean axınlarının yerin iqliminə təsirini coğrafi cəhətdən izah edir. Mövzunu daha da genişləndirərək o, kapilyar damarların orqanizmdə qida və oksigen mübadiləsini təmin etdiyini, oxşar mexanizmin isə okeanlarda da baş verdiyini vurğulayır. Burada təbii ki, iqlim və okean axınları coğrafiya dərsindədir. Müəllim bunu bir biologiya dərsi ilə və yaxud da təbiət dərsi ilə də əlaqələndirdirsə, burada yalnız və yalnız fənlər arası inteqrasiya var. Bəzən müəllimlər bunu fənüstü inteqrasiyada götürürlər. Amma fənüstü inteqrasiya şagirdin hər hansı bir problemi real şəkildə həll etməsi və yaxud da mövzu ilə bağlı bir problemli situasiyanın şagirdə təklif edilməsi ilə sinifdə baş verə bilər müəllimlər. 9-a baxaq. Bugün tarixdə debat mövzusu xanlıqların yaranmasının dövlətimiz üçün nəticəsi haqqında şagirdlər arqumentlərdə ifadə edəcəklər. Debatın mövzusu xanlıqların yaranmasının dövlətimiz üçün nəticəsidir. Məqsəd bu siyasətin Azərbaycan üçün mənfi və müsbət xüsusiyyətlərini müəyyən etməkdir. Müzakirə zamanı müəllim şagirdlər arasında yavaş-yavaş konfliktin yarandığını görür. Xaosun yarandığından ehtiyat edərək müəllim qrup işini ləğv edir. Fəaliyyətini daha sonra fərdi iş forması ilə davam edir və şagirdləri qiymətləndirir. Verilmiş situasiyaya hansı fikir uyğun deyil? Müəllim vəziyyətin gərginləşdiyini hiss etdikdə dərhal fəaliyyətə son verməkdənsə, qısa fasilə verərək şagirdləri emosi istirahəti fürsəti yarada bilər və ardınca debat etikası haqqında qısa fikir mübadiləsi ilə yenidən işinə davam edə bilərdi. Bəli, bu doğru addım sayıla bilər. Bizdən yanlış istəyir. Müəllim müzakirədən öncə qrup qaydalarını şagirdə hatırlatmalı, səslənən fikirlərə qarşı dözümlülük nümayiş etdirmək üçün söhbət aparmalıdır. Debatın ən birinci önəmli aparılma qaydası proseslərini şagirdə izah etməkdir. Müəllim mübahisə edən qruplar arasında vasitəçi kimi çıxış edərək tərəfləri emosional yox, arqument əsaslı müzakirəyə yönləndirməli, dialoqu qaydalı şəkildə idarə etməlidir. Bir növ bəli, məsələn, deyirik fasilitator prosesi idarə etməyən şəxs deyil, prosesi kənardan idarə edən şəxsdir. Ona görə də C variantı doğrudur. Müəllim fasilitatorluq edib, şagirdləri müzakirəyə həvəsləndirmək üçün onların maraq və tələbatına uyğun mövzuda debat təşkil etməlidir. Təbii ki, burada problem onların maraq və tələbatına uyğun olmayan mövzu deyil. Əgər situasiya belə olsaydı biz D-ni götürərdik. Məsələ uşaqların bir-birlərini yola verməməsidir. Ona görə də D variantı bizim sualımıza uyğun deyil. Debatdan əvvəl müəllim həm iştirakçını, həm də arqumentin məzmununu qiymətləndirməli, şagirdləri sadəcə düzgün danışmağa deyil, dinləməyə və hörmətlə fikir bildirməyə də təşviq etməlidir. Y variantı da doğrudur. Davam edirik. 10. Yaqut müəllim dərsin əvvəlində şagirdlərə belə bir tapşırıq verir.
Təsəvvür edin ki, məktəbin həyətində istirahət güşəsi yaradılıb. Orada hansı davranış qaydalarına əməl olunmalıdır? Bu qaydaları müzakirə edin, hər birinə uyğun xəbərdarlıq işarəsi çəkin. Səriştəni və pedaqoji tələbi istəyir bizdən. Biz bilirik ki, əgər şagird cəmiyyətdə və yaxud da hər hansı bir məktəbdəmi ünsiyyət qaydalarına, davranış qaydalarına əməl edirsə, bu onda şəxsi və sosial məsuliyyətin olduğunu göstərir. Üstəgəl, burada müzakirə var. Yəni, müzakirə hardadır müəllimlər? Şagird yönümlülük tələbindədir. 21-ci əsr bacarıqları və xəbərdarlıq işarəsi çəkəcəklər. Yəni, bu da bir yaradıcı düşünməni ortaya qoyur. Bu da yenə şagird yönümlülüyə aiddir. Y variantı. 11. Şagirdlər xarici dil dərsində dinləmə mətnini 2 dəfə dinləyəcəklər. Sonra müəllim şagirdləri cüzlərə ayıraraq dinlədiyi mətnə əsasən dialoq hazırlamağı və onu canlandırmağı tapşıracaq. Təbii ki, burada bəzi müəllimlər yaratmaq mərhələsini götürüb, amma 11-də yaratmaq deyil müəllimlər, tətbiq etmək mərhələsidir. C variantı. Nəyə görə? Şagird dialoq hazırlayacaq və bu dialoqu canlandıracaq. Dinlədiyi mətni nə edəcək? Həyata keçirdəcək. Cavab tətbiq etmək. 8-ci sinifdə riyaziyyat dərsi zamanı müəllim şagirdlərin test tapşırıqlarına cavab verdiyi vaxt bir neçə dəfə E-günü cavab verməyə çağırır, lakin E-gün fikirlərini tam ifadə edə bilmir. Mehriban müəllim sərt şəkildə E-günü danlayır və deyir, səndən başqa heç kəs bu qədər səhv etmir. Digər tərəfdən də müəllimin sinifdə rəğbət bəslədiyi şagirdlər var. Və müəllim onlar səhv edən zaman isə onlara gülümsüyür. Eybi yoxdur, bacaracaqsınız deyir. Heç bir irad bildirmir. Sinifdə narazılıq yaranır. Bəzi şagirdlərin müəllimin bu hərəkətinə də etiraz edirlər. Verilmiş situasiyada hansı etik davranış qaydasını müəllim pozub? Ümumiyyətlə, müəllimin şagirdlə sərt tonda danışması və yaxud da vulqar ifadələrdən istifadə etməsi mədəni davranışı pozmasıdır. Və bir də müəllimin sinifdə ayrı seçkilik etməsi. Baxın, rəğbət göstərdiyi şagird və sevmədiyi şagird var. Ona görə də müəllim şagirdlərə biraz da burada qərəzli yanaşır. 2-4 C variantı. 13. Uyğunsuzluğu istəyir bizdən. Doğrudan doğru, yanlışdan yanlış götürməli. Gəlin baxaq. Qarşılıqlı fəaliyyət şagird aktivliyini kölgələyir. Elə burada dayanırıq. Çünki qarşılıqlı fəaliyyət şagird aktivliyini kölgələməz. Əksinə, daha da inkişaf etdirməyə sövq edər. Uyğunsuzluq deyirsə, elə biri götürürük. Səriştəli müəllim hər zaman şagirdi təlimə necə cəlb edəcəyini yaxşı bilir. Bu zaman o, müxtəlif interaktiv üsullardan istifadə edir və müəllim həmin üsulların adını bilməyə bilər. Doğrudur, müəllim elə bir üsul seçər ki, dərsdə vəziyyətə uyğun, həmin üsulun adını bilməz və yaxud da adı olmasın. Amma əsas budur ki, müəllim interaktiv şəkildə dərsi qurmağı bacarsın. Qrup işi yekunlaşdıqda müəllim nəticəni yox, əməkdaşlığı qiymətləndirir. Nəticə də qiymətləndirilməlidir. Əməkdaşlıq da qiymətləndirilməlidir. Hər ikisi. Ona görə 3-ü də götürmürük. Əyləncəli sinif fəaliyyətlərini dərs planına daxil etməklə şagirdlərin öyrənmə motivasiyasını artırırsınız, onların yaradıcılıq və təxəyyüllərindən istifadə etmə imkanı yaradırsınız. Bəli, 1-4 bizim doğru variantımız A variantıdır. Məsələn, biz bunu Gleyserdə də görmüşdük ki, şagirdin 5 ehtiyacından biri məhz onun əyləncə ehtiyacıdır ki, onu daha çox motivasiya verə bilər. 14 davam edirik müəllimlər. Qarşılıqlı qiymətləndirmə ilə bağlı hansı fikir yanlışdır? Qarşılıqlı qiymətləndirmənin açar məqamı şagirdin özünü refleks etməsidir. Bax, özünü deyirsə, söhbət də qarşılıqlı qiymətləndirmədən keçir. Öz sözü varsa, bu müəllimlər fərdi qiymətləndirmə, yəni özünü qiymətləndirmədən söhbət gedir burada. Qarşılıqlı qiymətləndirmə yoldaş qiymətləndirməsidir. Ona görə A variantı elə bizim səhv variantımızdır. Amma digər variant bir-birlərinə istiqamət vermələri, rəyi alan da sevinir, rəyi verən tərəf də sevinir, dəstəkləyici mühitin olması şərtdir. Bunlar qarşılıqlı qiymətləndirməyə aiddir, formativ qiymətləndirmənin komponentinə. 15 davam edirik. Sinif müzakirəsi ilə bağlı düzgün olmayan fikir hansıdır? Sinifdə müzakirə prosesinin olması üçün öncədən müəllimin qaydalar qoyması vacibdir. Doğrudur. Müzakirə zamanı hazırlanan suallar müxtəlif fərziyyələr doğurmalıdır. Doğrudur. Sinif müzakirələrinin təşkili zamanı şagirdlər bir-birini prosesə cəlb etməyə şərait yaratmalıdırlar. Doğrudur.
Müzakirə zamanı şagirdlərin irəli sürdükləri fikirlərin dəyərləndirməsini aparmalı, diqqəti onların dediklərinə yox, necə əsaslandırmalarına çəkmək lazımdır. Bu da doğru fikirdir. Bir növ burada biz bilikdə öyrənmişdik ki, əsas budur ki, şagirdin kognitiv bilikləri olsun, o bilikləri analiz edə bilsin. Müəllim müzakirədə fərqli fikirləri qəbul etmir, şagirdlərin prosesdən yayınmasının müzakirədə fərqli fikirləri qəbul etmir, şagirdlərin prosesdən yayınmasının qarşısını alır. Əksinə, müəllim fərqli fikirləri qəbul etməlidir, öz istədiyi kimi yox, şagirdlərin nə deyəcəyinə diqqət etməlidir. Ona görə 15-də Y variantı səhv variantdır. 16. Hansı fikir yanlışdır? Şagirdlərin emosional olaraq affektiv sahənin qəbul etmə və cavab vermə mərhələsində olması məzmunun daha dərindən anlaşılmasına mühüm rol oynayacaq. Bəli, çünki o diqqətlə müəllimə qulaq asmalıdır. Qulaq asdıqdan sonra da verilən tapşırıqları işləmək və yaxud da müəllimlə bir yerdə fəaliyyətə qoşulmaq mütləqdir. A variantı doğrudur. Müəllim şagirdlərin hərfləri daha səmərəli öyrənmələri üçün müxtəlif parçalardan hərf fiqurları düzəltməsini və kinestetik öyrənmə tərzinə malik olan şagirdlər üçün daha uyğundur. B də doğrudur. Şagirdlər dərsin əvvəlində ona görə öyrənmə prosesinə cəlb olunur ki, onlar məqsədə daha yaxşı çata bilsin. C də doğrudur. Mövzu ilə bağlı akvarium üsulundan istifadə etməyə əvəzinə araşdırma videosuna baxmaq şagirdin məzmunu daha effektiv öyrənə bilməsinə şərait yaradır. Əksinə, bir növ araşdırma videosu faktoloji biliyə əsaslanır və burada sən özün heç bir iş görmürsən, hazır bir materiala baxırsan, amma akvarium bilirik ki, müzakirə üsuludur, dərindən öyrənməni də təmin edə bilər. Ona görə D variantı bizim yanlış cavabımızdır. 17. Aşağıdakılardan hansı effektiv rəy sayıla bilməz? Gəlin baxaq. Təqdimatın çox yaxşı başlanğıcı var və ideyan maraqlıdır. Bəzi məqamlar daha aydın ola bilərdi. Mövzunun əsas hissələrinə daha çox fokuslanmağını tövsiyə edirəm. Bu təqdimatını təsirli edəcək. Bəli, birinci müsbəti vurğuladı, daha sonra mənfi məqamlar dedi və üstəgəl yolda göstərdi. Sənin təqdimatdakı səs tonun və jestlərin çox yaxşıdır. Auditoriya ilə əlaqə yaratmağın təqdirə layiqdir. Sadəcə, bəzi hissələrdə anlaşılmayan məqamlar var. Bəs nədir o anlaşılmayan məqamlar? Bax, bu hissə artıq bizim rəyimizin səhv olduğunu deyir. Yəni, bu rəyin əvvəli müsbətlə başlasa da, yenə də siz bütün rəyi oxuyub sonra qərar verməlisiniz. Əla, əsas anlayışları izah etməyin kifayət qədər aydın idi. Lakin təqdimatın sonunda qısa ümumiləşdirmə versəydin, əsas fikirlər daha yadda qalan olardı. Burada əla deməyimiz heç də səhv fikir deyil, ona görə C variantı da uyğundur. Afərin, tapşırığa yaradıcı yanaşmısan, qeyd etdiyin fikirlər və slaydların vizual baxımından cəlb edici idi, izləyicinin diqqətini təqdimata yönəldə bildin. Doğrudur. Nə var? Aydın, dəqiq, spesifik şəkildə müəllim vurğuluyur. Araşdırma hissən çox zəngindir, bu əladır. Gələcəkdə vaxt idarəsini bir qədər yaxşı planlasan, bütün məqamları daha balanslı çatdıra bilərsən və müəllim gələcəyə yönəlmiş bir rəy verir şagirdə. Amma B variantında o anlaşılmayan hissələr nədir, onu şagirdə müəllim bildirmir. 18. Diferensial təlim haqqında hansı fikir yanlışdır? Diferensial təlim sinifdə şagirdlərin öyrənmə tərzini, onların maraqlarını, individuallığını nəzərə alaraq təlimin qurulmasıdır. Biz diferensial təlimi yaradarkən onun 4 komponentinin həyata keçməsinə diqqət yetirməliyik. Məzmun, proses, nəticə və qiymətləndirmə komponentinin həyata keçməsinə nə etməliyik? Diqqət etməliyik. Və yadda saxlayın ki, mən indi bütün variantları ümumi şəkildə izah edəcəm. Diferensial təlim təkcə potensialı yüksək yox, potensialı aşağı yox, hətta inklüziv şagirdlər üçün də effektlidir. Diferensial təlimdə şagirdin öyrənməsi üçün materialları biz ona təqdim edirik və o özünə uyğun olan materialı seçib daha yaxşı şəkildə fəaliyyətə cəlb olunacaq. Və yadda saxlayın ki, diferensial təlimdə biz bütün uşaqları nəzərə aldığımıza görə sinifdə nizam, intizam problemini daha az yaşayırıq. Şagirdləri diaqnostik qiymətləndirmə edəndən sonra diferensial təlimi müəllim qura bilər. Ona görə məsələn biz diaqnostik qiymətləndirmədə deyirik ki, müəllim diferensiallığı nəzərə almaq üçün də diaqnostik qiymətləndirmə apara bilər. Mənim şagirdlərim hansı yerdədir? Mənim şagirdlərimin bilik və bacarıq səviyyəsi nədir? Amma yadda saxlayın,
Müəllim şagirdlərin hər birinə, bütün şagirdlərə ümumi rəy verə bilməz. Bu onların inkişafına mane törədər. Çünki hər bir şagird individualdır. Hər bir şagirdin müxtəlif potensialı, müxtəlif qabiliyyəti və müxtəlif zəif məqamları ola bilər. Ona görə də D variantı yanlışdır. Davam edirik 19-dan. Müəllim dərs zamanı şagirdlərin potensiallarına və ehtiyaclarına uyğun fərqli təlim metodlarını tətbiq edir. Bəzilərinə qrup işində fəal iştirak etmə imkanı verir, digərlərinə isə müstəqil düşünmə və təhlil etmə fürsəti yaradır. Müəllimin sinifdəki fəaliyyəti haqqında hansı fikir doğru deyil? Gəlin baxaq. Müəllim sinifdə inklüziv mühit yaradır. Bununla da uşaqların təlimə marağı artır. Bəli, çünki uşaqların ehtiyaclarını, onların potensiallarını nəzərə almaq inklüzivlikdə də var müəllimlər. Təlimdə bərabər imkanlarda da var. Müəllim sinifdəki müxtəlif metodları tətbiq edərək hər bir şagirdin inkişafını dəstəkləyir. Bəli, diferensiallığı yerinə yetirir. Bəzi şagirdlər qrupla, bəzi şagirdlər fərdi, bəzi şagirdlər cütlərlə işləyə bilər müəllimlər. Müəllim yalnız qrup işində iştirak etməyə yönəlmiş yanaşmada şagirdlərin sosial bacarıqlarını inkişaf etdirə bilər. Bu zaman fərdi fəaliyyət göstərən şagirddə 21-ci əsr bacarığı zəif inkişaf edər. Bu fikirlə artıq biz razılaşmırıq. Çünki 21-ci əsr bacarıqlarından biri də elə məhz şagirdin özünə tənqidi şəkildə yanaşmasıdır. Metakognitiv bacarığın onda formalaşmasıdır. Yadda saxlayın, biz şagirdə qrup işi də onun üçün əhəmiyyətlidir. Bəli, onda sosial bacarıqlar formalaşdırır, əməkdaşlıq bacarığı formalaşdırır və s. Amma fərdi işdə deyə bilmərik ki, şagirddə bu tipli bacarıqlar formalaşdırmır. Məsələn, fərdi işdə şagirddə özünə tənqidi yanaşmaq, metakognitiv biliklərin formalaşmasına daha çox təkan vermiş olur. Öz fəaliyyəti ilə şagird refleksiya etmiş olur. Ona görə burada C variantı səhvdir. Davam edirik. Sonuncu sualımız. Səbinə müəllim tənəffüsdə şagirdlərin bir-birinə qarşı alçaldıcı ifadələr işlətdiyini müşahidə edir. Vəziyyətə dərhal müdaxilə edir. Hər iki şagirdlə fərdi söhbət aparır. Hadisənin səbəbini öyrənir. Deməli, tənəffüsdə müəllim görür ki, şagirdlər dalaşır. Məlum olur ki, şagirdlər arasında soyuq münasibət bir neçə aydır ki, davam edib. Müəllim bu barədə sinif rəhbərinə, məktəb psixoloqu ilə məlumatı paylaşır və bir tədbir planı hazırlayırlar. Problemin həlli üçün tədbir planı hazırlayırlar. Diqqətli olun. Burada bizdən uyğunsuzluğu istəyir. 2024-cü ilin MİQ qəbul sualına oxşar bir sualdır bu. Uyğunsuzluğu istəyirsə, o zaman biz Səbinə müəllimənin doğrudan yanlışını, yanlışına da doğrusunu götürməliyik. Müəllim psixoloji riskləri vaxtında müəyyən edir və əməkdaşlığa əsaslanan həll yolu tapır. Doğrudurmu? Götürmürük. Nəyə görə? Çünki uyğunsuzluğu istəyir bizdən. Səbinə müəllim təhsil alanları müstəqil həyata hazırlamaq vəzifəsini yerinə yetirir və müəllim mədəni davranış prinsipini reallaşdırmış olur. Deməli, Səbinə müəllim təhsil alanları müstəqil həyata hazırlamaq vəzifəsini yerinə yetirir və etik davranış qaydalarından da mədəni davranışı həyata keçirilir. Əslində, burada müəllim şagirdlərin təhlükəsizliyini, onları qorumaq vəzifəsini yerinə yetirir. Yəni, müstəqil həyata hazırlamaq vəzifəsini yox. Ona görə elə içini götürürük müəllimlər. Səbinə müəllim şagirdlər arasında gərgin münasibəti təhlil edir və hər kəsdən problemi həll etmək üçün konkret təkliflər təqdim etməyi istəyir. Bəli, məsələn, 3 doğru addımdır. 4-ə baxaq. Səbinə müəllim şagirdlərin təhlükəsizliyinin qorunmasında iştirak etmək vəzifəsini yerinə yetirir və qərəzsizlik prinsipini pozur. Əslində, bura qədər düzdür, amma qərəzsizliyi burada pozmur. Müəllim hətta mədəni davranış, vicdanlılıq, ictimai etimad, bir çox etik davranış qaydalarını həyata keçirmiş olur. Deməli, bizim variantımız olacaq 20-də D variantı 2-3. Belə əziz müəllimlər, sınavımız bitdi. İnanıram ki, bu izah sizə yararlı oldu. Belə sınavlardan yararlanmaq üçün siz FES Akademinin ödənişsiz dərslərinə və yaxud da ödənişli dərslərinə qoşula bilərsiniz. İyun ayında inşallah sınaq qruplarımız açılır. Əgər indiyə qədər baza toplamısınızsa və indi artıq özünüzü yoxlamaq istəyirsinizsə, bizim sınaq qruplarımıza da qoşula bilərsiniz əziz müəllimlər. Qeyd etmək istəyirəm ki, 35 günlük sertifikasiya üçün layihə qrupumuz açılıb. Bu qrupda da iştirak etməklə 35 gün ərzində siz sertifikasiyaya tam şəkildə hazır ola bilərsiniz. Dəyərli müəllimlər, sizinlə sağollaşıram. Növbəti sınaqlarda görüşərik. Sağ olun.